Əziz dostlar, hər vaxtınız xeyir olsun. Sizi Mahmudlardan salamlayıram və önümdə gözəl bir Mercedes markalı maşın dayanıb. Bu maşını sizə təqdim edəcəm. Maşın transfer xidməti verir, amma burada əsas məsələ odur ki, bu transferi həyata keçirən maşının sahibi Ezgi xanımdır. Ezgi xanım, merhaba, nasılsın? Ezgi xanımın 21 yaşı var və bu maşını alıb, bu maşınla özəl transfer xidməti verir. Ezgi xanım, sənə başarılar, kolay gəlsin. İnşallah arabayı göstərəcəz, güzel tanıtacağız arabayı. Kimsə xanım sürücü istəsə, fərq etməz, müraciət edə bilərsiniz. Videonun altında nömrələrini də qeyd eləyəcəyik, şəxsi nömrəsini və maşın haqqında nə deyə bilərəm? Deməli, bu maşın 2024-cü ilin Mercedesidir. 6 nəfər arxada rahat otura bilər. Çox lüks yığılıb, baxın. Yuxarısı Rolls-Royce kimi tavanı yığılıb. Oturacaqları çox rahat. 3 nəfər orada, 3 nəfər burada və 1 nəfər də öndə otura bilər. Maşının içi hər yeri narıncı rəngdədir, qəşəng. Çox lüks maşındır. Bundan əlavə yolculuq zamanı müxtəlif içkilər verilir. Hər cür içkilərlə təmin olunur. Orada artıq alkoqollü içkilər olsa qiymət fərqi olur. Normal içkilər, Wi-Fi var maşının. Sonra soyuducusu, masaj sistemi var. İndi mən də daxil oluram maşına. Oturaq, baxaq. Belə oturursunuz, rahat. Qarşıda televizor, ekran. Yəni buradan Antalya'ya gedirsinizsə və Antalya'dan bura gəlsə, hardasa 2 saat, 3 saat yoldur. Belə gözəl maşında. Aşağıda dolap var, açılır. Orada içkilər var. Orada telefonunuzu şarj etmək üçün yer var. Deməli, əziz dostlar, şimdi Ezgi xanım göstərir. Baxın, ayaqlıqlar qalxır. Qəşəng ayaqları uzadırsınız. Masaj xidməti var. Qoltuqların həli masaj sistemi var. İstədiyiniz kimi ayarlayırsınız. Buradan düymələr vasitəsilə və rahat yolculuq. Tam sona kadar inmiyor, öyle mi? Yarıya kadar. İnmiyor. Bakın, hətta bu şəkildə uzana da bilərsiniz rahat. Aşağını da qaldırdıqdan sonra ayaqlar, necə deyərlər, rahat uzadıb istirahat edirsiniz. Transferin qiyməti haqqında heç nə demirik. Ezgi xanıma zəng vurarsınız, nömrələr olacaq. Məsafədən asılı olaraq getdiyiniz hava limanı, çünki Qazi Paşa var. Şəhər turları da keçirdə bilərsiniz. Yəni maşın lazım olsa, böyük araç lazım olsa, sənlə irtibata geçsinlər və hər şeyi sən ayarlayacaqsan inşallah. Baxın əziz dostlar, çox gözəl maşındır. Çox gözəl yığılıb. Burada açılır ha, Ezgi xanım. Televizyonumuz açılıyor. Televizyon çalışır. Netflix, hepsi var. Netflix. Oturup burada Netflix'e bakırsınız. Bir film izlediniz, 2 saat bitti. Rahat çatacaksınız. Burada da her şey var. Koltuklar rahat. Bak böyle. Söylemek istediğim bir şey var mı Ezgi Hanım? Bir kadının şoförlüğüne güvenin arkadaşlar. Konforlu, sakin bir yolculuk için bizi tercih edebilirsiniz. Eşittiz aziz dostlar. Qadının sürücülük qabiliyyəti daha iyidir, iddialıdır. Ona görə mütləq ona müraciət edin. Yavaş-yavaş videomu bitirirəm. İnşallah növbəti videolarda görüşənədək sağ olun, var olun.